Millət vəkili bunu Yox, nəyə demirəm, hamı əsaslanaraq? pis yaşayır. Normal yaşayış həddi var, ay oğul, bilirsən. Mən məsəl üçün həkiməm, üzdə olan adamam. Bəli. Mənim toyum var, təkcə bir toya çağırmırlar. Qohumlar çağırmır. Həm bir el ağsaqqalı kimi. El ağsaqqal kimi insanlar toya çağırırlar məni. O toyda sən pul verməsən oraya. Görüm ödəyə bilirəm mən onu. Yoxsa eləyə bilmirəm, çatdıra bilmirəm. Elə vaxt olur ki, mən gedib borc alıb gedib. Həqiqətən deyirəm. Amma verirəm onun pulu. Amma elə yas yeri var. Yasda bizim rayonda məsələn pul yazılmaq lazımdır ya. Mən üzdə olan adamam, mən yazılmalıyam o yasa. Axı bunlar da nəzərə alınmalıdır. Onları nəzərə alında yaşamaq həddim mənim aşağıdır, həqiq deyirəm. İnsanlar bilməlidir ki, həkimlər xaricdə məsəl üçün tibb universitetinin dosenti bilirsən nə qədər alır? 12.000 manat pul alır. Xaricdə söhbət gedir yoxsa? Bəli, xarici ölkədə. Bizim ölkədə yox.